Bəs yaxşı, Polşada səyahət edə biləcəyin Polşa şəhərləri? Şəhərlər deməyək, sən underrated yerlər sayım. Zakşuvek çox underrated deyil. Hamı bilir. Burada uca bilirlər. Hə, Yadında 2021, 2022. Oranın hələ bomboş idi. düzəlməmiş versiyası. Bomboş idi. Sleyuvek. Maldiv atmosferasıdır da. Burada özdə qəribə bir maddə var. Ziyanlı ya yaxşı olduğunu bilmirəm. Yəni getsəz girməyin. Və orada belə tutub tullanmağa suya maraqlı bir yer var. Bir dənə də əlavə Mazuri. Mazuri az bilinən bir yer deyil. Hamı bilir bəlkə də. Yəni axtarsan Mazuri topdadır. Olmusan? Yox. Mən də olmamışam. Olmuş əskər idi. Xeyr. İndi bax onu deyəcəm ki, məsəl üçün çox təriflənən, mən exaggerated bir şəhər deyəcəm. Gdansk. Gdansk niyə bəyənilir? Mən bilmirəm. Dantik. Çox yaşayan var bu arada. Salam olsun orada yaşayanlara. Amma mən o şəhərə 1-2 dəfə getmişəm. İçinə bilmədim də mən o şəhərə. Hansı ayda getmisən? Bir dəfə qışda getmişəm, bir dəfə də isti vaxtı getmişəm. Mən Gdanska qışda getmişdim. Yəni Bax Varşava soyuqdur. Gdansk soyuq pro leveldir də, bildiyin nədir? Sibir. Sudan da soyuq, dənizdən də soyuq gəlir. Onlar qarşı konkret bir dənə külək əsir bura. Mən noyabrda getmişdim. Yəni Oyda. buz kəsirsən və heç sən yoxdur. Yayda da gedəndə dediyim kimi ortadakı kanaldan keçirsən, Dəniz də isti deyil. dənizi də isti deyil. Gedib Qdinyaya və ya Sopota Baltik dənizində üzə bilərsən. Trumyasda da gəzə bilərsən amma Bu videonu bir şey kimi götürsünlər. Belə məsləhət videosu kimi. Hara gedin, hara 5-likdir gedin. düzdür amma bir dənə də 6-ya əlavə Zakopane Tatri. Hə, Zakopane Tatri. Karpatsat çox maraqlı. Polşanı Gəzin.